Uşaqlar, demək son vaxtlar mətbuatda yayılan xəbərlərə görə, yəni Tadiç Şüa Qarabağa gəlir. Biz də biraz araşdırma apardıq. Həqiqətən də Tadiçə təkliflər göndərilib. Atası bunu təsdiqləyir. Qarabağ tərəf isə bunu təkzib edir. Lakin mənim fikrimcə, yəni 37-38 yaşındakı oyuncunu çox güman ki, heyətə qatmaz. Təcrübə istəyəndə ondansa elə benziyə qalmışdı da, Patrik qalmışdı da, məsəl çəkirəm. Yəni öz oyuncularımız yerində idi. Neynirəm 37-38 yaşındakı oyuncunun Qarabağda, bu bir. Plus, növbəti məsələ hücumçu məsələsidir. Juventusda oynamış bir hücumçu var deyirlər. Güya Kosta adı nədir? Bilmirəm. Dəqiq bir məlumat yoxdur o haqda. Danışıqlar gedir, amma lakin hər gündə bir dənə belə deyim, xəbər çıxır ortaya ki, nə bilim Juventusda oynamış oyuncu gəlir, nə bilim filan kəs gəlir. Yəni bunlar hamısı boş məlumatlardır. Özümüz də yaxşı bilirik ki, yəni real bir məlumat olanda, real bir xəbər olanda bir gün, 2 gün əvvəldən Qarabağın rəsmi səhifəsi olsun, bəzi yayımçılarımız var ki, elə içmən qarşı olma şərti ilə bu məlumatı sizlər üçün biz veririk. Lakin bugünkü gün yenə dediyim kimi növbədə ayın 1-necən toplanışacaq müdafiə transferi olacaq. Və plus toplanışda da ən azı 4 transfer komandaya qatılacaq. 7 transfer nəqdi ki, bu il Qarabağ öz heyətinə qatmalıdır. Çox güman 3-cü transfer yenə dediyim kimi müdafiəçi transferidir. Mənim fikrimcə bu müdafiəçi Fransalıdır. Nantda oynayıb. Yəni çox yaxşı bir oyuncudur. Qarabağa nə qədər xeyri dəyəcək, necə xeyir dəyəcək, onu gələcək illərdə hamımız yəni oyunların izləyərək yaxından şahid olacaq. Sizlərdən nə gedir? Bəyənmək, polis takip atmaq, başqa heç nə. Çalışdığımız qədər, əgər gün ərzində yeni xəbərlər olarsa, yeni məlumatlar sizlər üçün biz təqdim edəcəyik.